öyrəndiniz? Ana dilini bilməmək vəhşiliyin yüksək mərhələsidir. Xalq öz dilini, xalq öz tarixini xüsusilə cavablar. Bilsələr heç şübhəsiz yaxın gələcəkdə mütərəqqi bəşər mədəniyyətinə və karvanına çatacaq. Bütün dünya alimləri, istər Amerika, istər Avropa alimləri bir səslə artıq təyid edirlər ki, bugünə qədər əldə olan materiallar əsasında Türk dili dünyanın ən qədim dili. Ben çok etibar ederim ki, Azərbaycan cavanlarında, danışgahı bitirmişlərində öz ana dilimize həvəs yüksəlib, güclənib.